Herkese salam, kanalıma xoş gəlmisiniz. Şəhidimiz Hüseyn Nəcəfzadənin həyat yoldaşı Atlas sosial media hesabında ona yazılan şərhlərə cavab verib. O, bəzi izləyicilərin üzüyü nədən çıxartmısınız suallarına əsəbləşib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Hansı xoşbəxtliyim? Xoşbəxt insan kimə deyirsiniz? Xoşbəxt insan yanında necə deyiblər, sevib sevdiyi bir insan olmalıdır. Bu bir, yoxdur. Ailəsi olmalıdır, uşağı olmalıdır, bu yoxdur. Düzdür, Allah atamın, anamın canını sağ eləsin. Yəni hər şey bir yerə qədərdir. Yəni xoşbəxt insan, mənim fikrimcə xoşbəxt insan gözəl ailəsi, gözəl övladları olan insandır. Bu da məndə yoxdur. Hansı xoşbəxtlikdən danışıram ki mən? Bəsdir. Mən bu üzük taxmamağım, yəni Hüseynin şəhid olmasına bağlı bir şey deyil, yəni. Bu hamı da belədir. Mənim bacım da evlidir. Mənim bacım da uzun müddətli nişanlı qalıb. Mən hələ bacımın barmağında bir dəfə nişan üzüyü falan görməmişəm. Yəni bu sözü, yəni bu nədir? Yəni mən bu simvol olaraq bir şeydir. Yəni mən üzüyü barmağıma taxsam deməli kimisə istəyirəm. Üzüyü barmağıma taxmasam deməli Hüseyni istəmirəm. Bu yəni bu düşüncə, bu miniya insanlarda bu həmişə bu qalıb da. Yəni, bu düzgün bir fikir deyil axı. İnsanın barmağında yox, ürəyində daşımalıdır. Yaxşı. Yəni bu doğrudan da lambarda qoymuşuq. Yox, siz məsələn üzük taxmayan günü də yoldaşınız sizə ərizə gətirib verir ki, biz boşanırıq səndən. Hə, siz boşananda üzük aparıb yoldaşınıza verirsiniz ki, boşandım sizdən, yəni. Yəni bu düşüncədən, yəni inan ki, bəs məsələn heç fikirləşmirsiniz ki, mən xanımın biri bugün yoruma yazıb ki, o bizim videomuzun altına. Biz indi arada gülmək üçün paylaşırıq da. Yorumun altına yazıb ki, olar xanım, problem deyil, amma çek də atar zəhmət olmasa. Yorumun altına yazıb ki, pis yazanları, Qızlar, yazmışdı ki, çıxartmayacaqsınız. Qızlar, mən çıxartmayacaq sözünü o mənada demişəm ki, yəni o mənim həmişə ürəyimdə var da. Mən üzüyü barmağıma taxdım və taxmadım. Yəni necə deyim, sizə necə başa salım ki, siz mənim dediyimi anlayasınız. Mənim o üzük barmağımda olsa da, olmasa da, yəni bunun üstündən 10 ildə keçsə, 20 ildə keçsə, mən heç vaxt Hüseyni yadımdan çıxarda bilmərəm. Heç vaxt, amma heç vaxtı. Yəni bu mümkünsüz bir şeydir, qızlar. Yəni bu mümkün deyil axı mən yəni onu yadımdan çıxartmağım. Həqiqətən mümkünsüzdür. Söhbət sevib sevməməkdən getmir, yəni. Mən onu sevib, yəni biz nişanlanmışıq da. Mən onu sevməsəm belə, yəni sevməsəydim belə, mən onu heç vaxt yadımdan çıxarda bilməzdim. Çünki mən ondan elə şeylər, necə deyim də, yaxşı günləri qoyuram bura. Mən ondan pis gün yaşamışam. Mən onu necə yadımdan çıxarda bilərəm axı? Yəni bunu mən istəsəm də eləyə bilmərəm axı. Siz yoldaşınızdan evlisiniz, məsələn deyək ki, 1 il, 2 il evli olursunuz, sonra ayrılırsınız yoldaşınızdan. Sizə pis şeylər yaşadır da, ya təzyiq göstərir, ya nə bilim, nəsə də yola getmiş ayrılır. Siz o yoldaşı unudursunuz. Necə unutmaq? Yəni yadınızdan çıxır sizin o. Heç kimin yadından çıxmır axı. Yəni söhbət yaxşı və ya pis nəsə yaşamaqdan getmir. Yəni istəsəniz də siz onu yadınızdan çıxarda bilmərsiniz. Və mənə yaxşı şeylər yaşadan insan, mənə xoş günlər yaşadan insan, necə deyim də, yəni rəhmətə gedəndə belə, yəni adla, sanla belə deyim də, rəhmətə gedən insanı mən necə unuta bilərəm axı? Mən, yəni üzük barmağımda olsa və ya olmasa, bu nəyi dəyişdirə bilər axı? Mənim ətrafım bilir ki, mən ümumiyyətlə kövrək insanım, çox kövrəyəm də, amma onu mən heç vaxtı, yəni sosial şəbəkədə yansıtmamağa çalışıram, çox vaxtı bildirməməyə çalışıram. Bak görsən, bir Quranlıq söz yazıb, deyir çox dəyişmişsən, gözlə görünür. Siz bu insanı acılı vaxtı görmüşsünüz də, bundan əvvəlki versiyasını görmüşsünüz ümumiyyətlə. Bilirsiniz ki, necə insan olub, bu pis şeyləri yaşayanda. İndi yaxşı, bundan əvvəlki versiyasını görməmişsiniz. Ruhu şad eləmək, bu nə düşüncədir yəni? Mən, yəni, nişan üzüyü barmağımda olanda ruhu kiminsə şad olur yəni. Bu nə düşüncədir yəni? Siz onda nişan üzüyünüzü barmağınızda saxlayın, evli olun yoldaşınızla. Sizin hər gün nişan üzüyünü yoldaşın barmağında görəndə sevinir. Yəni bu nə düşüncədir yəni? İnsanın qəlbində olmalıdır nələrsə. Nəysə göstərməli, ya nəysə yaşamaqla belə bir şey. O rol oynamaqdır, rol oynamaq, başqa bir şey deyil. Bir də